Parlaq Zeka kanalına abunə olmağı unutma. Ümumi mədəniyyət testinə xoş gəldiniz. Asan, orta və çətin səviyyələr olacaq. Hazırsaq başlayaq. Sual 1. Dünyanın ən uzun çayı hansıdır? A, B yoxsa C? Doğru cavab C. Sual 2. Şəkildəki kimdir? A, B yoxsa C? Doğru cavab A. Sual 3. Qüvvəni kim yaratmışdır? A, B yoxsa C? Doğru cavab B. Sual 4. Şəkildəki məbədin adı nədir? A, B yoxsa C? Doğru cavab B. Sual 5. Fransanın paytaxtı haradır? A, B yoxsa C? Doğru cavab B. Sual 6. Şəkildəki məbədin adı nədir? A, B yoxsa C? Doğru cavab A. Sual 7. Dünya ən böyük səhrası haradır? A, B yoxsa C? Doğru cavab A. Sual 8. Bu bayraq hansı ölkənin bayrağıdır? A, B yoxsa C? Doğru cavab C. Sual 9. Mona Lisa əsəri ilə məşhur olmuş rəssam kimdir? Doğru cavab A. Sual 10. Dünya kvadratdır. Doğrudur yoxsa yanlış? Yanlışdır. Orta səviyyəyə keçid etdik. Sual 11. Bu hansı ölkənin xəritəsidir? A, B yoxsa C? Doğru cavab B. Sual 12. Uşaqların neçə dişi olur? A, B yoxsa C? Doğru cavab C. Sual 13. Bu hansı təbii hadisədir? A, B yoxsa C? Doğru cavab A. Sual 14. Bu hansı bayraqdır? A, B yoxsa C? Doğru cavab B. Sual 15. Hansı vitamin günəş vitamini adlanır? A, B yoxsa C? Doğru cavab A. Sual 16. Bu nədir? A, B yoxsa C? Doğru cavab A. Sual 17. Lionel Messi haralıdır? A, B yoxsa C? Doğru cavab B. Sual 18. Bu hansı markadır? A, B yoxsa C? Doğru cavab A. Sual 19. Bu məbədin adı nədir? A, B yoxsa C? Doğru cavab A. Sual 20. Kubun neçə üzü var? A, B yoxsa C? Doğru cavab B. Sual 21. Neçə qitəmiz var? A, B yoxsa C? Doğru cavab A. Çətin səviyyəyə keçid etdik. Sual 22. Bayrağımızdakı ulduz neçə güşəlidir? A, B yoxsa C? Doğru cavab B. Sual 22. Ən kiçik ölkə hansıdır? A, B yoxsa C? Doğru cavab A. Sual 23. Hansı kəpənək olur? A, B yoxsa C? Doğru cavab A. Sual 24. 1 milyon ədədində neçə sıfır var? A, B yoxsa C? Doğru cavab A. Sual 25. Bu planetin adı nədir? Doğru cavab C. Və burada abunəçilərimin adları var. Kanala like atıb abunə olmağı unutma. Hətta paylaş. Sağ olun.